heç vaxt müharibə istəməmişdir. Və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağınızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma hesablamayıblar düzgün. Bizim iradəmizi hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta 2-ci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, separatçılığa yer yoxdur Azərbaycanda. Gəlin Azərbaycan qanunlarına tabe olun, gəlin Azərbaycan vətəndaşlığını qəbul eləyin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təhribatlar, həm siyasi təhribatlar, yekəxanalıq və faktiki olaraq bizə olan mənfi münasibət yenə də özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçılığın kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi. Ona görə ki, biz haqlıyıq.